səfərimiz Astara rayonudur. Milli inkişafçıların, Əkinçi İctimai Birliyin, mübarizlərin, Gülnar xanım da buradadır. Hər birinizi salamlayıram, xoş istirahətlər arzulayıram. Və bizə ki, Astara rayonu demək olar ki, bir yerdə ilk səfərimizdir. Astara rayonu Azərbaycanın qədim yaşayış yerlərindən, məskənlərindən biridir. Və 1930-cu ildə rayon kimi təşkil olunub. Ancaq eramızdan əvvəl hələ Tunç dövründə, Daş dövründə orada insan məskənləri olub, kurqanlar indi də var, qədim yaşayış mərkəzləri var və Astara rayonu çox zəngin rayonlardan biridir. Bir tərəfdən Xəzər dənizlə əhatələnib, meşələrlə, çoxlu tarixi yerlərlə, çayları var. Yəni Astara rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olaraq, həm də ən müasir rayonlardan biri olaraq iqtisadi cəhətdən inkişaf eləmiş bir rayon. Bizim də biz də bir yerdə, yəni inkişaf məqsədimizdir. Biz bu barədə dünən danışdıq, sonra açığı Üstəba xanım da, Şəlalə xanım da öz fikirlərini bildirdi. Azərbaycan artıq gec idi. Biz orada variantlar vermişdik, dedi sizdən də variantlar istədi. Orada demək, Sevinç xanım öz variantını dedi, 3-cü variant inkişaf məqsədimizdir. Və İnqilab müəllim isə 2 variant dedi, o da ki, inkişaf məqsədimizdir, vətənim Azərbaycan. Yəni biz qərara gəldik ki, inkişaf məqsədimizdir də hər şey birləşir. Yəni vətən uğrunda vuruşanlar da elə inkişafımız üçün, Azərbaycanın bütövlüyü üçün, Azərbaycan müstəqilliyi üçün, Azərbaycan parlaq gələcəyi üçün öz canları şəhid verirlər. Yəni bütün bu məsələlərdə ona görə biz regionlarda bir neçə səfər eləyəcək planlaşdırmışıq yaylarında və bunlar inkişaf məqsədimizdir, hepsi altında gedəcək. Səfərimizə demək 14 nəfər yazılmışdı, ancaq 15 nəfər daha doğrusu. İnqilab müəllim son anda onun işləri var idi, ona görə gələ bilmədi. İnqilab müəllim gələ bilmədi. Yox, indi 11 nəfər iştirak edir faktiki. İnqilab müəllim gələ bilmədi. Türkan xanım gələ bilmədi səhhəti ilə əlaqədar. Sonra Xoşbəxt xanım gələ bilmədi. Sonra Xoşbəxt xanım bir adamın da adını yazdırmışdı. Zülfiyə xanım gələ bilmədi və biz qaldıq 11 nəfər. Elə biləm ki, səfərimiz çox maraqlı bir səfər olacaq və kimin nə sözü var, elə bu yol boyu danışaq birimizlə, söhbət eləyək, gülək və xatirələr danışaq, indi kim nə bilirsə danışsın. Həm də ki, elə eləyək ki, səfərimiz maraqlı bir səfər olsun, yadda qalan bir səfər olsun. Biz onsuz da ömrümüzün hər günü yaşayırıq, adi günlər yaşayırıq. Ancaq ömrümüzü tarixə çevirmək üçün orada mühüm hadisələr olmalıdır. Və bu mühüm hadisələrdir. Yəni, onsuz da günlər gedir, o günlər adi günlərdir. Onlar insan tarixinə elə günlər olur, yazılır, elə günlər olur, yazılır. Yəni, yazılan günlər, belə günlərdir, belə hadisələrdir və həm ölkələrin tarixi, həm də dünyanın tarixi belə yaranır. Ona görə gəliniz elə həm öz tariximizdə bir mühüm gün kimi bunu qeyd edək, həm öz ictimai birliklərimizin, həm Əkinçi İctimai Birliyin, həm Milli İnkişaf, həm də mübarizlərin tarixində də bir xoş gün kimi bunu qeyd edək. Bizi də səfər proqramı çox zəngindir və səfər proqramında həm biz orada şəhid ailələrlə görüşümüz var, mədəniyyət işçilərlə görüşümüz var, kənd ictimaiyyəti ilə görüşümüz var. Yəni, mən çox təşəkkür edirəm Cəmil müəllimə, Cəmil Hüseynova ki, belə bir məsələdə bizə yardımcı olub, onun nümayəndələri bizimlə görüşmək üçün gözləyirlər bizi birazdan orada, gözləyəcəklər, qarşılayacaqlar. Və inanıram ki, burada əyləşənlər də, inanıram yox, o 100%, hamısı ziyalıdırlar və bu tədbirin maraqlı alınması üçün, orada maraqlı alınması üçün əlindən gələni öz təcrübələrimizə istifadə edib eləyəcəyik. Və bu bizim həm də borcumuzdur. Biz həm də milli inkişaf olaraq, həm də ictimai birlik olaraq, həm də ki, vətəndaş cəmiyyətin bir hissəsi olaraq öz təcrübəmizi bölüşməliyik. Vətən uğrunda öz canından keçənlərə, vətən uğrunda vuruşanlara, vətən uğrunda şəhid olanlar, vətən uğrunda yaralananlar, yəni öz vaxtını əsirgəməyənlər, bu vətən uğrunda vuruşanların tarixini əks elətdirən
yazarlarımız, yani gece gündüz çalışanlarımıza ben teşekkür ederim. Ve bizim de borcumuzdur ki biz onların görüşüne gidək, onların dərdinə şərik olaq, onların necə igid insanlar yetiştirdiğini onlara bildirək bir daha ve öz tecrübemizi onlarla bölək. Bu baxımdan da ben xahiş edərdim ki, çok aktif biz görüşler keçirək ve kimin elbette tek elden ses çıkmaz. Kimin ne tecrübesi varsa, kimin ne biliği varsa birbirimize karşılıklı surette məsləhətləşək ve seferimizi zenginleştirək.